Hello everyone. Salam herkese. Bugünkü dersimiz 4. sınıf dersliyindendir. Unit 7, Lesson 3, bölme 7, ders 3. Exercise 1, tapşırıq 1. Read and listen. Oxuyun və dinləyin. İlk öncə gəlin 51-ci dinləməni dinləyək, daha sonra birlikdə tərcümə edək. Track 51. New friends. Danny's family has a house in a new town. Danny's new house is great, but Danny misses his friends. I want to go home. I want to play with my old friends. It's okay, Danny. There are lots of new friends at your new school. Let's see your new bedroom. It's really big. Danny is in his bedroom. He sees a birthday party outside in the park. Are they eating ice cream, Dad? Yes, they're dancing and singing too. Let's go say hello. No, I don't want to. Two boys are flying a kite in the park. The kite is up high. It's flying in Danny's window. Uh-oh. Now the boys don't have the kite. They're Kyle and Kevin. They live next door. Run to the park and give the kite back. Thank you. What's your name? I'm Danny. Come play with us, Danny. Tərcümə etməzdən öncə istəyərdim buradakı sözlərə nəzər salaq ki, rahatlıqla tərcümə edə bilək. Town, şəhər, qəsəbə, miss, darıxmaq, old, köhnə, see, görmək, outside, çöldə, fly, uçmaq, kite, çərpələng, high, yüksək, back, geri, new, yeni. İsə gəlin tərcümə edək. New friends, yeni dostlar. Danny's family has a house in a new town. Danny'nin ailəsinin yeni qəsəbədə bir evi var. Danny's new house is great, but Danny misses his friends. Danny'nin yeni evi möhtəşəmdir, amma o öz dostları üçün darıxır. I want to go home. Evə getmək istəyirəm. I want to play with my old friends. Mən öz dostlarımla oynamaq istəyirəm. It is okay, Danny. Hər şey yaxşıdır, Danny. There are lots of new friends at your new school. Sənin yeni məktəbində çoxlu yeni dostların var. Let's see your new bedroom. Gəl sənin yeni yataq otağını görək. It is really big. O çox böyükdür. Danny is in his bedroom. Danny öz yataq otağındadır. He sees a birthday party outside in the park. O, parkda ad günü qonaqlığı görür. Are they eating ice cream, Dad? Ata, onlar dondurma yeyir. Yes, they are dancing and singing too. Onlar rəqs edib mahnı da oxuyurlar. Let's go and say hello. Gəl gedək və salamlaşaq. No, I don't want to. Xeyr, mən istəmirəm. Arda növbəti səhifədədir. Two boys are flying a kite in the park. İki oğlan parkda çərpələng uçurur. The kite is up high. Çərpələng havalanır, yəni havaya qalxır. It is flying in Danny's window. O Danny'nin pəncəsinə uçur. Oh, now the boys don't have the kite. Oh, ola bilməz, indi oğlanların çərpələngi yoxdur. They are Kyle and Kevin. Onlar Kyle və Kevindir. They live next door. Onlar növbəti qapıda yaşayırlar. Yəni növbəti qonşu olaraq mənasında deyilir. Yəni növbəti evdə yaşayırlar. Run to the park and give the kite back. Parka qaç və çərpələngi onlara ver. Thank you. Təşəkkür edirəm. What's your name? Sənin adın nədir? I am Danny. Mən Dannyam. Come play with us, Danny. Danny, gəl bizimlə oynayaq. Yəni tərcüməmiz bu qədər. Burada bizim tapşırığımız var. İkinci tapşırıq. İkinci tapşırıqda
Say the sentences in order. Cümlələri sırasıyla deməyimiz istənilir. Yəni hekayədə hansı cümlənin yeri hansı tərəfdədir, onu qeyd etməliyik. Birinci, ikinci, yoxsa üçüncü. İlk öncə birinci cümləmiz başlayır C variantı ilə. I want to play with my old friends. Yəni bu cümlə ilk sıralarda deyilir ki, mən əvvəlki dostlarımla oynamaq istəyirəm. Ona görə C variantını 1 yazırıq. Daha sonra ikinci cümləmiz B variantında olacaq. They are dancing and singing too. Onlar rəqs edib mahnıda oxuyurlar. İkinci cümləmiz isə now the boys don't have the kite. İndi oğlanların çərpələngi yoxdur. Və son olaraq təbii ki come play with us Dani bizimlə oyna dedikdə bu dördüncü cümləmizə uyğun gəlir. Yəni uşaqlar buradakı cümlələr sözlərin ardıcıllığını bildirir ki, bizim hekayəmizdə bu cümlələrin sırası bildirilir. Exercise 3, tapşırıq 3, page 56-57 skills book iş dəftərindən səhifə 56-57 işləməyimiz istənilir. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.